İTV Xəbərə baxırsınız. Bugün minlərlə şagird üçün böyük bir sınaq günü idi. 9-cu sinif şagirdləri buraxılış imtahanı verirdilər. Səhər tezdən imtahan binalarının qarşısında həm həyəcan, həm də ümid dolu baxışlar vardı. Göz yaşları və təbəssümlə tamamlanan bugünün mənzərəsini bizimlə əməkdaşımız Qasım Xuluflu bölüşəcək. Səhərin erkən saatlarından etibarən imtahan binalarının qarşısında narahat və gözləri həyəcan dolu insanlar toplanıb. Bugün ölkədə 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. Səhər saatlarından etibarən imtahan keçirilən binanın qarşısında hərəkətli müşahidə olunur. Şagirdlər Azərbaycan dili, xarici dil və riyaziyyat fənləri üzrə biliklərini yoxlayırlar. Qeyd edim ki, proses saat 11:00-da başlayıb və Dövlət İmtahan Mərkəzinin qoyduğu qaydalara uyğun həyata keçirilir. İmtahan başlamazdan əvvəl şagirdlər ciddi şəkildə yoxlanılır. Telefon və digər vasitələr binaya buraxılmır. Təhlükəsizlik qaydalarına əməl olunması üçün hər detal nəzərə alınıb. İmtahan zalında isə sakitlik hökm sürür. Şagirdlər test tapşırıqlarını cavablandırmağa çalışırlar. Bu onların gələcəkdə hansı sahəyə yönələcəklərini bildirən ilk göstərici olacaq. Övladlarının imtahandan çıxmasını səbirsizliklə gözləyən valideynlər həyəcanlı olsalar da inamlı görünürlər. Dedim, həyəcanlanma, həyat bu ilə bitmir. Yəni, həyat davam eləyir. Keçərsən, verə bilərsən, bilməzsən, problem deyil. Biraz riyaziyyatdan, gecə səhərəcən ailecək yatmamışıq. Biraz həyəcan var idi. İnşallah ki, o həyəcan keçər, rahat yazarlar. İmtahan bitir. Şagirdlər ilk təəssüratlarını paylaşırlar. Kimisi sualların çətin olduğunu deyir, kimisi isə bu sınağı uğurla başa vurduğuna inanır. Mənim üçün bir amma çətinliyi yox idi. Yəni yazdım, şuralar, imtahanın cavabları yaxşı çıxar. Biraz riyaziyyata çətinlik çəkdim. Rus dili, ingilis dili asan keçdi mənim üçün. Cümləyə baxıb yazmaq, məsələn, şəklə baxıb yazmaq olar asandır. Ancaq oxuyub yazmaq, yəni reading biraz bəziləri üçün çətin ola bilər. Bir də sözlər bəziləri anlaşılmaz. İmtahan hamısı yaxşı idi belə. Mənə biraz riyaziyyat çətin idi, o birisi rahat idi. Çətinlik orada ingilis dilində idi, biraz çətinliyi var idi. Orada sözün mənasını tam bilmirdim. İstəsə sinonim, antonimlər orada biraz çətinlik çəkdim. Çətinliklər müvəqqətidir. Şagirdlər bu imtahanla bir mərhələni arxada qoyub təhsillərini davam etdirmək üçün daha güclü addımlarla hazırlaşacaqlar. Qarşıda onları daha böyük sınaqlar və daha böyük üfüqlər gözləyir. İmtahan müddətində bizim olduğumuz məktəbdə hər hansı qayda pozuntusu aşkar edilmədi. 135 nömrəli məktəbdə 267 şagirdin iştirakı nəzərdə tutulur. 2 nəfər bu imtahanda iştirak etmir. 9 illik orta təhsil səviyyəsi üzrə uşaqların bilik və bacarıqlarının yoxlanması üçün 3 saat imtahan vaxtı nəzərdə tutulmuşdur. Qeyd edək ki, bugün keçirilən buraxılış imtahanında 53.649 şagirdin iştirakı nəzərdə tutulub. Proses Bakı ilə yanaşı bölgələrdə də həyata keçirilib. İmtahanların keçirilməsi üçün ümumilikdə 216 bina ayrılıb. Qasım Xuluflu, Zaur Ağamir, İTV Xəbər.